Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu olsun. Canlı yenidən evlərinizin qonağıyıq. Hər zaman olduğu kimi məkanımızı heç vaxt dəyişmirik. Emerti inşaatdayıq və bugün də istədim sizə hər kəsə lazım olan avtomobilin var, yoxdur, ümumən əgər bir evdə yaşayırsansa, çalışırsansa, deməli sənə də müəyyən alətlər, ləvazimatlar lazım olacaq ki, müəyyən çətinliyə düşdüyün anda bu alətlərin köməyindən istifadə etməklə müəyyən problemləri aradan qaldırmaq olar və ələxüsus da bu dərslərin hər biri ustalar üçün lazımlıdır və vacibdir. Çünki avtomobilin müəyyən hissələrini sökmək üçün, onları yenidən təmir etmək üçün, rahat şəkildə botqaykanı açmaq üçün bax belə bizə dəstlər lazımlıdır və bu dəstlər də Emerti inşaatdadır. Balacadan ta böyüyə qədər hansı ölçüdə istəsəniz, içərisində nəyin olmağını istəyirsinizsə mütləq şəkildə müraciət edirsiniz, gəlirsiniz, baxırsınız, alırsınız. Həm avtomobilinizdə bunu ağzı bağlı, rahat şəkildə gəzdirə bilərsiniz, həm də evinizdə gözəl bir yerə qoya bilərsiniz ki, yəni bunun bağlanması da olduqca gözəldir, möhkəmdir hər biri və bütün malların da qiymətləri içərisində və yaxud da üzərində var. Elə bu malın qiymətindən danışaq, söhbət açaq, 150 manatdır. Bunun içərisində bütün gördüyümüz dəstlərdə, bütün gördüyümüz balacadan böyüyə, yəni ölçünün müxtəlifliyindən asılı olmayaraq bütün axtardığımız nə varsa var bunun içərisində. Digər belə bir dəstimiz də var. Bunun qiyməti 70 manatdır. Digər dəstimiz var burada, onun qiyməti 55 manatdır. Daha sonra bizim burada balaca ölçülü də var ki, bundan da mənim özümdə də var, rahat istifadə eləyə bilirəm. Çox gözəldir. Naborun içərisində balacadan böyüyə hər bir şey var və qiymət də olduqca münasibdir. Hər kəs alıb rahat istifadə eləyə bilər. Ta düz, belə deyək, atforkadan figurlu atforkaya qədər, ucu isə təmiz, fərqli olan nabor dəstlərimiz də var. Trişotkası var içərisində. Atforka kimi istifadə edə bilərsiniz. Bolt kimi bolt açmaq üçün istifadə edə bilərsiniz. Daha nə istəsəniz rahat istifadə etmək mümkündür. Qiymətdə baxın əziz dostlar, 7 manat 50 qəpikdir. Bax, bu naborun yəni dəsti. Daha sonra ondan bir qədər böyük ölçülü var. Daha böyük ölçülü naborlarımız var. Belə Inokonun məhsulu da var. Qiyməti 53 manat 90 qəpikdir. Bu da olduqca unikal bir dəsti. Bunu da içərisində açmışdan dostlara göstərək ki, bağlanması, açılması olduqca rahatdır. Baxın əziz dostlar, trişotkasıdır içərisində, yenidən şurub açmaq üçün başlıqları da var. Daha sonra avtomobilinizdə digər hansı yerləri rahat şəkildə açmaq istəyirsinizsə, bu dəstlərdən alıb istifadə eləyə bilərsiniz. Qiyməti bir daha xatırlatmaq istəyirəm sizə, 53 manat 90 qəpikdir və daha böyük ölçülü bizdə burada naborlar var ki, bunlar xüsusi olaraq ustalar üçün nəzərdə tutulub bu nabor. Diqqət edək, bu nabora 200 manatdır. İçərisində hər bir şey var. Çəkicindən tutmuş kəlbətinə qədər, eyni zamanda zajimdə çıxmaq üçün, avtomobilin şinlərini açmaq üçün istifadə olunur. Daha böyük və ağır trişotkadır ki, bundan da nə qədər güc etmənizdən asılı olmayaraq qırılan, çıxan, məhv olan bir şeydir. İllərlə istifadə edə bilərsiniz bu alətləri və bunun ağırlığından da keyfiyyəti görünür ki, məhsulun ağırlığı onun keyfiyyətinin yüksək göstərici olmasından ibarətdir. Bu aşağıda da belə dəstlərimiz var, əziz dostlar. Baxa bilərsiniz, içərisində çəkici var, kəsən kəlbətin var, düz kəlbətin var, zalentası var içərisində, dəmir kəsmək üçün istifadə edə bilərsiniz. İçərisində müxtəlif atforkalar var. Bunun da qiyməti 160 manatdır. Hətta avtomobildə istifadə etmək də mümkündür. Daha sonra tək belə bağlı dəstimiz var, qiyməti 23 manatdır. Bu da avtomobilinizdə, avtomobil şinlərini də aça bilərsiniz, digər yerlərdə istifadə edə bilərsiniz, hətta böyüdə də bilərsiniz, kiçildə də bilərsiniz. Bax, belə bir dəstimiz də var. Arxada digər dəstlərimiz var. Burada evdə istifadə etmək üçün rahat şəkildə baş hissəsindən basırıq, sağa sola da hərəkət edə bilərsiniz ki, müəyyən yerlər var, kiçikdir, atforkanı biz belə deyək, düz sala bilmirik. Onun üçün buradan sıxmaqla kənardan açıb, yəni əlin narahat girdiyi yerlərdə bu alətin köməyindən istifadə etməklə rahat şəkildə istifadə eləyə bilərsiniz. Diqqət eləyək. Bax, bu balonlara qazdır, taxılır bu balonlara.
başlıq çıxarılır, balola taxılandan sonra sıxılır və rahat şəkildə baş tərəfindən açıb, üzərindən belə alov çıxır, rahat çöldə, yəni kampda, çadırda rahat şəkildə bundan istifadə edə bilərsiniz. Və plastik borular var ki, onu kəsmək, digər alətlər də bir qədər yaxşı alınmır. Ona görə belə qayçılar var ki, bu qayçıların köməyi ilə istifadə edə və kəsə bilərsiniz. Burada balacadan böyüyə qədər elə plastik borular var ki, onların ölçüləri, yəni diametri daha böyükdür. Ona görə balaca qayçılarda yox, bax, böyük qayçılardan istifadə etmək lazımdır. Hər bir alətin özünün öz funksiyası var və bu funksiyasını bilməyən insanlar çaşqınlıq içərisində qalır. Bilən insanlar artıq alıb istifadə edirlər. Keçmişdə müəyyən şnurların üzərini soymaq üçün biz kəsici alətlərdən istifadə edirdik. O isə şnurun içərisində olan naqillərin zədələnməsinə gətirib çıxardırdı. Ancaq burada gördüyünüz kimi çoxdur şnurun üzərini soymaq, şnurun üzərini açmaq üçün alətlərimiz var. Yuxarıda da var, aşağıda da var. Daha sonra isə burada bizim digər alətlər var ki, onları da artıq siz tamaşaçılara təqdim edirik, göstəririk. Bizim burada açarımız da var ki, ölçü açarıdır. Bunu da köməkliyinə istifadə etməklə boltun baş tərəfini sıxıb rahat şəkildə hərəkətə gətirmək olar. Daha sonra isə burada nəyimiz var bizim? Bu da ustalar tərəfindən daha çox sevilən bir əhtacdır, belə deyək, siverli rolunu oynayır. Bunun üzərində ölçüləri var. 6-dan 32-yə qədər, yəni kiçikdən böyüyə qədər rahat şəkildə siz yuvadı aça bilərsiniz. Yəni onu böyüdə bilərsiniz, aça bilərsiniz. İndikatorlar var, avtomobil üçündür. Ağız hissəsi enlənir, qaz açarı rolunu oynayır. Həm kiçik ölçülü kəlbətin olur, həm də böyük ölçülü qaz açarı rolunu oynayır. Qiymətləri də bütün malların üzərində var. Qeyd edək, 12 manat 40 qəpikdir, əziz dostlar. Və kənarları da, alt hissələrindən də müəyyən boltları rahat açmaq imkanı əldə edirik. Daha sonra bizim burada digər alətlərimiz də var. Bax, belə alətlər var, çox unikaldır. Bir yerə gedirsinizsə bu aləti tək üzərinizdə götürmək daha məqsədə uyğundur. Bir tərəfi 8-dən 13 mm-yə qədərdir, bir tərəfi 14 mm-dən 22 mm-yə qədərdir ki, bundan istifadə etmək imkanınız ola bilər. 6 manatdır. Belə açar dəstlərini bir yerdə götürüb getməyə ehtiyac yoxdur. Yəni bundan tək götürürsən, aparırsan və rahat şəkildə öz işini görürsən. Daha sonra bizim belə bir açarımız var ki, bu ağıllı açar adlanır. Onun kiçiyi var. Kiçiyini sizə təqdim edeyim ki, dalar şəkili içərisində prujun var. Dala çəkməklə özünü sıxır. Qoy əyani olaraq da göstərək burada. Bizim botlarımız var da burada. Başladı. Gəl burada göstərək zəhmət olmasa. Diqqət eləyək. Çəkdik. Arasına qoyduq. Bıraxdıq, sıxdı və salam. Sıxandan sonra bunu rahat sağa sola hərəkət etdirmək həm aça bilirik, həm də bağlaya bilirik. Bunun böyük ölçüləri də var orada ki, böyük ölçülərin içində belə universal açarımız var. Qoy bir dəqiqə mən göstərim sizə, əziz dostlar. Bax, buradadır. Onun böyüyü də var, ağız hissəsi daha geniş açılır. Qiymət də var, 14 manat 50 qəpikdir. Ağzı daha geniş açılır və daha böyük dəmir parçalarını, qaz açarını hətta belə, yəni qaz çəkəndə, qazdan istifadə edəndə onları da hərəkətə gətirmək mümkündür. Daha sonra burada bizim təkər açanlarımız var. Hər avtomobilə lazımdır. Bunun başlıqlarını dəyişə də bilirik, çıxarda da bilirik və eyni zamanda sağa sola hərəkət edə bilirik. Pol işi görən əziz ustalar, taxtaları bir-birinə sıxmaq üçün belə alətlərimiz var ki, bunu sağ-sol qoyuruq, hərəkətə gətirməklə polun arasında qalan o belə deyək, şeyi itirməkdən ötürüdür ki, taxtalar bir-birinə ağza-ağza tam gəlsin və arasında məsafə qalmasın. Ondan ötürüdür ki, bunlardan sıxa bilərsiniz. Daha sonra ustalara lazım olan açar dəstlərimiz də var. Ən kiçikdən ən böyüyə qədər burada açar dəstləri var. Artıq tamaşaçılar, dostlar görürlər. Böyük açardır, çox böyükdür. Qiyməti 21 manatdır. Hər iki tərəfi 38-dir. Ən çox bundan istifadə edirlər. Daha böyük avtomobillərin boltlarını, qaykalarını açmaq üçün. Daha sonra bundan mənim özümdə də var, çox rahatdır. Bir tərəfi hərəkətə gəlir, prujin rolunu oynayır. Bunun da qiyməti 3 manat 90 qəpikdir. 10 mm-dir. Sağa sola da hərəkət etdirməklə yenə əl keçməyən narahat yerləri rahat şəkildə açmaq olar. Daha sonra belə açarlarımız da var. Onların da bir tərəfi
açardır, bir tərəfi fırlanıb hərəkətə gəlməklə açılır. Bunun da qiyməti 2 manat 50 qəpikdir. Yəni bu günləri elm, texnologiya günü-gündən inkişaf etdikcə insanlar artıq çətinlik çəkmirlər. Problemlərlə qarşı-qarşıya qalmırlar. Onlar da istədikləri alətləri, istədikləri ölçüdə olan alətləri əldə edib istifadə etmək imkanları var. Burada nələrimiz var bizim? Zubillər var. Daha böyük ölçülü zubillərdir. Həm perforatorda istifadə edə bilərsiniz bunu və əllə də istifadə etmək mümkündür. Daha sonra direllər var, yivlərdir bunlarda. Bunların da qiyməti var üzərində. 82 manatlı Sverlodur. Daha böyük yerləri, hətta betonu belə rahat şəkildə dəlik açıb o birisi tərəfə keçirdə bilir. Və əziz dostlar, 365 gün MRT inşaatda lotereya həyata keçirilir ki, siz avtomobilsiz qalmayacaqsınız və hər kəs avtomobilə sahib ola biləcək. Olur ki, gəlib alış-veriş edirsiniz, hər 50 manatlıq alış-verişdə bir kupon sizə təqdim olunacaq. Yəni ad, soyad, ünvanı yazmaqla bizim sehirli qutunun içərisinə atırsınız ki, zəfər günündə Niva markalı avtomobil məsələ sizin ola bilər. Bütün lotereya onlarında avtomobil olacaqdır. Ola bilsin bir də Niva markalı oldu, digər lotereyamızda digər markalı avtomobil oldu. Yəni avtomobilsiz bizim lotereyamız olmayacaqdır. Əgər pulunuz yoxdursa, imkanınız yoxdursa, ancaq gəlirsiniz, evinizə lazım olan, özünüzə lazım olan neysə almaq istəyirsiniz, imkanınız yoxdursa, qəlbinizi, ürəyinizi sıxmağa heç bir ehtiyac yoxdur. Çünki tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb yerində də kredit əldə edə bilərsiniz. Bir kart, taksit kart da keçərlidir ki, MRT İnşaat bütün bu şəraiti sizin üçün yaradır və MRT İnşaat hər zaman çalışır ki, eviniz daha gözəl olsun və evinizin gözəl olmağı üçün daha gözəl, daha yaraşıqlı, daha işıqlı və daha gözəl materiallardan istifadə etmək istəyirsinizsə, dəyişməz olaraq ünvanınız MRT İnşaat olsun ki, MRT İnşaatda da A'dan Z'yə hər şey var. Və əziz dostlar, bizi sosial şəbəkələrdə izləyin, mütləq şəkildə rəy bölməsinə öz rəylərinizi yazın. Sizdə də paylaşımlar edilir ki, dostlarınızın da qarşısına bizim paylaşdığımız videolar çıxsın. Onlar da gəlib məsələ alış-veriş etsinlər. MRT İnşaat dəyişməz olaraq qalır. Yəni ki, MRT İnşaat birlikdə tikmək lazımdır. Siz bizə müraciət edirsiniz, biz də sizə kömək edirik ki, alıb aparıb evinizi, mənzilinizi tikəsiniz.